təmsil edir. Ziyarətçi bu qapıdan girərkən ilk olaraq gördüyü Kərbəla şəhidlərinin ruhunu salamlayır. Bu qapı Beynül-Hərəmeyn istiqamətində yerləşir. Eyni zamanda bu qapı Beynül-Hərəmeyn tərəfindən kişilərlə xanımları ayıran hissədə yerləşən yeganə qapıdır ki, həm kişilər, həm də xanımlar buradan giriş-çıxış edə bilirlər. Ən çox zəvvarlar da məhz bu qapıdan istifadə edirlər. 5-ci qapı Babül-Kəramə, kəramət və möcüzə qapısı adlanır. Bu qapı Beynül-Hərəmeyn istiqamətindən gələn xanımların giriş-çıxışı üçün nəzərdə tutulur. Həmçinin bu qapı Əbülfəz ağanın hərəminə doğru istiqamətdədir. Buradan girən ziyarətçilər şəfa arzusu ilə bir kəramət diləyərək addımlayırlar. 6 nömrəli qapı Babüs-Səlam adlanır, yəni salam və əminamanlıq qapısı. Bu qapı xanımların giriş-çıxışı üçün nəzərdə tutulur. Salam sözünün mənavi gücünü daşıyan bu qapı ziyarətçinin təvazökarlıqla hərəmə daxil olmasına bir çağırışdır. 7 nömrəli qapı Babüs-Sidr adlanır. Bu qapının adı Quran-ı Kərimdə keçən Sidrətül Münteha ağacına işarə edir. Yəni Peyğəmbərimizin Meracda çatdığı ən yüksək mənavi məqam kimi mənalandırılır. Bu qapı xanımların giriş-çıxışı üçün nəzərdə tutulur və Sidr küçəsinə açılır. Həmin bu küçə Əli-Əkbər məqamına, Əli-Əsğər məqamına, İmam Zaman əleyhissalamın məqamına və həmçinin Fərəd çayına doğru getmək mümkündür.